Herkese salam. Bugün ikinci ise test toplusunda yeni bir bölmenin suallarına baxırıq. Bioehtiyatların yer kürəsində paylanması. Gəlin başlayaq. Sual 1. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin daha böyük olduğu təbii zonalar. Əlbəttə ki, biz burada səhra və yarım səhra cavabını B variantını götürməliyik. Nəyə görə? Çünki buxarlanma qabiliyyəti temperaturdan asılıdır əsasən və səhra və yarım səhralarda buxarlanma qabiliyyəti daha çox yüksəkdir. Lakin bundan fərqli olaraq buxarlanmanın miqdarı yüksək deyil. Yəni buxarlanma qabiliyyətinin miqdarı yüksək olsa da buxarlanma yoxdur. Nəyə görə? Çünki buxarlanma üçün su olmalıdır. Bu da səhralarda yoxdur. Yəni su olsa əslində buxarlanacaq, lakin olmadığına görə buxarlana bilmir. Bu səbəbdən də buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq daha çox olur. Digərlərində bu fərq daha az olacaqdır. Məsələn, rütubətli meşələrdə həm buxarlanma çoxdur, həm buxarlanma qabiliyyəti çoxdur. Digər ərazilərdə isə, yəni daha soyuq ərazilərdə, tundra, tayqa, arktik səhra, burada da həm buxarlanma az olacaq, həm də buxarlanma qabiliyyəti. Sual 2. Tropik iqlim qurşağında buzlaqlar əmələ gələr. Əgər tropik iqlim qurşağında hər hansı bir dağ qar xəttindən yuxarıda yerləşirsə, 5500 metrdən daha yuxarıda yerləşirsə, bu halda orada buzlaqlar yaranacaqdır. Parçalanma buna aidiyyəti yoxdur. Qar xəttindən yuxarıda keçərsə, bəli. Əgər dağın hündürlüyü 5500 metrdən yuxarı olarsa, həmin hündürlükdə daimi qar xətti olacaq və buzlaqlar əmələ gələcək. Buxarlama qabiliyyətinin buzlağa aidiyyəti yoxdur. Cərəyanın da aidiyyəti yoxdur. Mütləq hündürlüyü azdırsa, xeyr, mütləq hündürlüyü çox olmalıdır. 3. Afrikada yerləşən səhralar baxaq. Kalahari Afrikadır. Namib Afrikadır. Liviya Afrikadır. A variantında hər üçü Afrikada yerləşir. B-də Kalahari Afrikadır. Tay və Qızılqum Asiyada yerləşir. Böyük səhra Afrika, Atakama Cənubi Amerikada yerləşir. Namib Afrika, Gobi Asiya, Viktoriya, Böyük Viktoriya Avstraliya. Rubel Xali Ərəbistan yarımadası Asiya. Qaraqum da həmçinin Asiyada yerləşir. Avstraliyanın və Afrikanın bitki örtüklərinin qismən bir-birinə oxşar olmalarının səbəbi baxaq, ən rütubətli materiklər deyirlər, əksinə quraqdılar. Bütövlükdə qərb yarım kürəsində yerləşirlər. Yanlışdır. Avstraliya tamamilə şərqdədir. Afrika həm qərb, həm şərqdədir. Geoloji keçmişdə Gondwana qurusunun tərkib hissələri olublar. Bu doğru variantdır. Hər ikisi eyni materikin, yəni Gondwananın tərkibində olduqlarına görə, daha sonra ayrıldıqlarına görə nisbətən bitki örtüklərində oxşarlıq olacaqdır. Avrasiyaya yaxın yerləşirlər. Yanlışdır. Buzlaşmaya da məruz qalmayıblar. 5. Tropik səhralarda fiziki aşınmanın intensivliyi asılıdır. Fiziki aşınma ümumiyyətlə sutkalıq amplitudun çox olduğu ərazilərdə səciyyəvidir. Adı deyir ki, buxarlanma qabiliyyətinin buxarlanmadan az olmasından. Xeyr, əksinə tropiklərdə buxarlanma qabiliyyəti buxarlanmadan çoxdur. Sutkalıq temperatur amplitudasının kiçik olması xeyr. Əksinə böyük olmasından. Amplituda böyük olur. Yəni səhralarda gündüzlər çox isti olur, axşamlar çox soyuq olur. Bu da amplitudanın böyük olması ilə nəticələnir. Sutkalıq temperatur amplitudunun böyük olması, bəli, doğrudur. Böyük olduğuna görə, az əvvəl dedim, böyük olduğuna görə fiziki aşınma intensivdir. Yağıntıların miqdarı və buludluluğun olmasından yağıntı əgər çox olarsa ərazidə fiziki aşınma getməz, kimyəvi aşınma gedir. Bu da tropiklər üçün səciyyəvi deyil. Çay şəbəkəsinin sıxlığının az olması bu səbəb deyil. Yəni əksinə, məsələn, quraqlıq çay şəbəkəsinin sıxlığının az olması da səbəb ola bilər. Amma çay şəbəkəsinin sıxlığının az olması, yəni bunlara səbəb ola bilməz. Yəni bu nəticədir əslində. Eli də çıxdıq, 5-də oldu C. 6. Qarışıq meşələr və tayqanın yayıldığı ərazilər Şimali Amerika və Avrasiyanın mülayim iqlim qurşaqları. Tamamilə doğrudur. Yəni qarışıq meşə və tayqa göstərən iki materikdə mülayim iqlim qurşağında var. Belə deyir, Avrasiya və Afrikanın subtropik. Ümumiyyətlə, həm qarışıq meşə, həm tayqa, bunlar mülayim iqlim qurşağı üçün səciyyəvidir. Həm də ki, Afrikada yoxdular.
Şimali və Cənubi Amerikanın subtropikdə deyil, dediyim mülayimdədir. Şimali Amerika, Avrasiyanın tropikdə deyil, mülayimdədir. Cənubi Amerika və Afrikanın, yəni burada ümumiyyətlə subekvatorial qurşaqda qarışıq meşə və tayqa yoxdur. Yəni tayqa və qarışıq meşə iki materikdə göstərilib. Şimali Amerika və Avrasiyanın mülayim iqlim qurşağında. 7. Torpaqların şoranlaşmasına səbəb olan əsas amil. Buxarlanmanın az, yağıntının çox olması. Torpağın şoranlaşmasına ola bilər ki, yəni duzlu qrunt suları səthə çox yaxın yerləşir. Bu da torpağı şoranlaşdırır. Yəni əsas səbəb budur. Ona görə A olmaz. Bilir, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin az olması xeyir, yanlışdır. Humusun çox olması əksinə, humus yəni münbitliyi artırır. Qrunt sularının səviyyəsinin səthə yaxın olması, bəli, doğrudur, D variantı. Yəni qrunt suları səthə yaxın yerləşdikdə torpağı şoranlaşdırır. Yəni şirin yeraltı sular yox, amma qrunt, yəni duzlu sular torpağı şoranlaşdırır. Bunun üçün də kollektiv düzənmə şəbəkəsi çəkilir. Rütubətli əmsalının vahiddən böyük olması da yanlışdır. 7-də oldu D variantı. 8. Doğru fikirləri müəyyən edin. Doğru fikri müəyyən edin. Fiziki aşınma tropik səhralarda daha intensiv. Tamamilə doğrudur. Tropik səhralarda fiziki aşınma intensivdir. Mərcan adaları mülayim iqlim qurşağında yayılmışdır. Yanlışdır. Mərcan adaları tropik iqlim, yəni isti yerlərdə formalaşa bilir. Mülayimdə yox. Soyuq okean cərəyanları sahildə rütubətli iqlim yaradır. Yanlışdır. Soyuq okean cərəyanları quraq iqlim yaradır. İsti okean cərəyanı rütubətli iqlim yaradır. Mövsümi dəyişkənlik ekvatorda kəskin nəzərə tamamilə yanlışdır. Ekvatorda əksinə mövsümi dəyişkənlik müşahidə olunmur. Düzənliklər əsasən litosfer havaların kənarında yerləşirlər. Yəni düzənliklər deyəndə, məsələn, platformadakı düzənliklər litosfer havalarının mərkəzində yerləşirlər. Bu səbəbdən seismik olmurlar. Bu yanlış fikirdir. Geosignalda yerləşən düzənlik olsa, havaların, yəni sərhədində də deyil, havaları, yəni seismik ərazilərdə yerləşəcəklər. Amma yəni bu tamamilə doğru fikir deyil. Amma A tam doğrudur. Yəni fiziki aşınma tropik səhralarda daha intensivdir. 9. Fiziki aşınmanın daha intensiv getdiyi ərazilər. Biz burada artıq quraq, yəni tropikdə yerləşən əraziləri götürməliyik. Fiziki aşınma deyilsə, səhralar və s. Braziliya yaylası böyük Çin düzənliyi, Qərbi Sibir. Burada kimyəvi aşınma gedər. Çünki yəni çay sıxlığı var. Meksika yaylası, Amazonda tamamilə kimyəvi aşınma gedəcək. Çıxdı. Böyük səhra, Qərbi Sibir, Mesopotamiya ovalığı. Qərbi Sibirdə fiziki aşınma getməz. Fiziki aşınma dediyim kimi tropik, yəni isti ərazilərdə gedir. Susqalıq amplitudanın çox olması səbəbilə. Tar səhrasında gedər, amma Orta Dunay mülayim iqlim qurşağıdır. Yəni getməz, yanlışdır. Böyük səhrada gedəcək. İran yaylası bəli istidir gedər. Atakama'dakı mütləq fiziki aşınma olacaq. E variantı bizim doğru cavabımızdır. 10. Cənubi Amerika selvası Afrikanın rütubətli ekvatorial meşələrindən nə ilə fərqlənir? Selvas Cənubi Amerikanın rütubətli ekvatorial meşələrinə verilən addır. Baxaq nə ilə fərqlənir? Ekvatorun hər iki tərəfində yerləşməsi. Bu həm Cənubi Amerika, həm də Afrikaya aid olacaqdır. Daha geniş ərazi əhatə etməsi, bəli, yəni Cənubi Amerikanın ekvatorial meşələri daha geniş ərazi əhatə eləyir. Çox yağusluluğu ilə bu ümumi ekvatorial meşələrə aid olan bir fikirdir. Yəni materiklər ayırmırıq. Ümumiyyətlə ekvatorial meşələrdə çox yağusluluq səciyyəvidir. Qırmızı ferrolit bu da hər ikisinə aid olacaq. Alçaq təzyiq qurşağı bu da hər ikisinə aid olacaq. Qərb yarımkürəsi bəli. Yəni Cənubi Amerikanın selvası qərb yarımkürəsində yerləşir, Afrikada isə şərqə düşür. 2-6 E variantı. 11-ə baxaq. Atakama və Namib səhralarına aid olmayan cəhət. Tropik iqlim qurşağında hər ikisi, yəni Atakama Cənubi Amerikada yerləşir, Namib Afrikada yerləşir. Soyuq okean cərəyanının təsiri ilə formalaşıblar. Bu da hər ikisi soyuq okean cərəyanının təsiri ilə formalaşıb. Yəni soyuq okean cərəyanı yəni sahildə quraqlıq yaradır. Alçaq təzyiq qurşağı. Xeyr, səhralar yüksək təzyiq qurşağıdır.
Yəni səhralar yüksək təzyiq qurşağında formalaşır. Ona görə C səhvdir. Aid olduğu materikin qərbində doğrudur, cənub yarımkürəsi doğrudur. C variantı. 12. Daha az landşaft qurşağı müşahidə edilir. Subekvatorialda 4000-də çox az olmaz. Ekvatorialda 5000-də, yəni 5000 hündür ərazidə çox olmaz. Yəni daha az landşaft deyəndə biz Arktiki götürməliyik. Çünki Arktikdə demək olar ki, dəniz səviyyəsindən başlayaraq buzlaqlardır. O səbəbdən başqa bir landşaft müşahidə edilməyəcək. C-də mülayim qurşaqda yerləşmiş 3000, yəni mülayimdə də bir xeyli müşahidə olunar. Subtropikdə 5000-də müşahidə olunacaq. Baxın, nə yazıb? Arktik qurşaq 3000 metr. Arktikdə 3000-də olsa, 5000-də olsa, 10.000-də olsa fərqi yoxdur. Landşaft yarana bilmir. Bu səbəbdən bizim cavabımızdır. 13. Atakama və Namib səhraları üçün bu dəfə oxşar cəhəti istəyir. Materikin şərqində deyil, qərbində, alçaq təzyiq deyil, yüksək təzyiq, isti okean cərəyanı deyil, soyuq okean cərəyanı deyil, soyuq okean cərəyanının təsiri ilə formalaşır, tamamilə doğrudur. Hər ikisi soyuq okean cərəyanının təsiri ilə formalaşır. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı fərq hər ikisində çoxdur, az deyil. Ümumiyyətlə səhralarda bu fərq çox olacaq. 14. Şimal mülayim iqlim qurşağının tərkibində yaranan təbii zonalar. Codyarpaqlı meşələr subtropikdə yaranır. Mülayim subtropikdə. Savanna və seyrək meşələr subekvatorialda yaranır. Səhra və yarım səhra yaranır mülayimdə. Şimal mülayimdə. Həm tropikdə, həm subtropikdə, həm də mülayimdə səhra və yarım səhra olur. Çöl və meşə çöl 100%-dir, yəni şimal mülayimdə. Qarışıq və enli yarpaqlı əlbəttə ki, mülayimə aiddir. Tundra və meşə tundra artıq aiddir subarktikə. Tayqa mülayimdir, tundra subarktikdir. Bizdə oldu nə? 3, 4, 5 C variantı. 15-ə baxaq. Avrasiyada buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu. Əgər fərq böyük deyirsə, buxarlanma ilə buxarlanma qabiliyyəti mütləq səhraları və yarım səhraları götürmək lazımdır. Qobi yaylasını götürürük. Skandinaviya şimaldadır və fərq az olacaq. Götürə bilməliyik. Ərəbistanı götürürük. Yava ekvatorialdadır, fərq az olacaq. Təkləməkan yaylası, bu da quraqlıqdır, səhradır, götürürük. Qərbi Sibir ovalığını götürmürük, fərq azdır. Yəni, buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq böyük desə, səhraları götürürük. 1, 3, 5 A variantı. 16. Avrasiyanın subarktik iqlim qurşağı üçün səciyyəvi olan təbii zona. Avrasiya subarktik. Tayqa mülayim, tundra subarktik, qarışıq meşə mülayim, meşə tundra bəli subarktik, enli yarpaqlı meşə mülayim. Subarktik desə mütləq götürürük tundra və meşə tundra 2, 4 B variantı. 17. Daha çox yüksəklik qurşağının yarandığı dağlar daha hündürləri götürməliyik. Appalaçın hündürlüyü azdır, 2037 olmaz. Ant Kordilyer, Qafqaz, yəni ola bilər, çünki hər 3 dağ hündür dağdır. And 6959, Kordilyer 6194, Qafqaz 5642. Yəni çox hündür dağlardır. Ona görə daha çox yüksəklik qurşağı müşahidə edilər. Digərlərinə baxaq. Böyük su ayrıcının hündürlüyü azdır, 2228, çox müşahidə edilməz. Krımda da 1545 müşahidə edilməz çox. Appalaç bu 3 dağın da hündürlüyü aşağıdır, müşahidə edilməz. Yəni dediyim kimi daha hündür dağları götürməliyik B variantını. 18. Qırmızı sarı ferrali torpağın geniş yayıldığı təbii zona və ölkələr. Qırmızı sarı ferralit ekvatorial meşələr, rütubətli ekvatorial meşələr üçün səciyyəvidir. Yəni sırf bu torpaq. Rütubətli ekvatorial meşə. Muson meşələri deyil, savanna deyil, ekvatorial meşə D və
Y doğrudur. İndi baxırıq ölkələrə. Braziliya, Kongo, İndoneziya hər üçü ekvatorial meşələrdə yerləşir. Braziliya Cənubi Amerika ekvatorial, Kongo Afrika ekvatorial, Indoneziya da Cənub-Şərqi Asiyanın ekvatorialı. Y variantında Mərakeş və Nigeriya, yəni Mərakeş Afrikanın şimalında yerləşir. Ora üçün ekvatorial qətiyyən səciyyəvi ola bilməz. Çıxdıq. D variantı oldu bizim cavabımız. 19. Çimli patsol torpaqların geniş yayıldığı təbii zona və ölkələr. Çimli patsol, yəni mülayim qurşaqdadır. Patsol torpaqlar tayqa üçün səciyyəvi torpaqlardır. Yəni biz burada götürməliyik mülayim iqlim qurşağının D variantına baxırıq. Qarışıq meşələri. Məsələn, mussonda qətiyyən deyil. Ekvatorialda dedik, deyil. Bayaq qırmızı sarı ferolit dedik. Savanna qırmızı qonurlu. Yəni çimli patsol əslən belə deyək də, məhsuldarlığı çimli patsol torpaqlar tundra və meşə tundra torpaqlar olacaq. Yəni eyni ada torpaqlardır burada. Ona görə D variantını götürürük. Mülayim qurşağın qarışıq meşələri, Finlandiya, ABŞ, Rusiya ölkələr də tamamilə uyğun gələcək. Yəni qarışıq meşələri çimli patsol torpaqlar götürürük. Tayqada da patsol torpaqlar. 20. Şimali Afrika səhralarını Avstraliya səhralarından fərqləndirən cəhət. Sutkalıq temperatur amplitudunun böyük olması. Yəni bu bütün səhralara aid olan bir şeydir. Yəni bütün səhralarda bu prosesdir. Ona görə fərqləndirə bilmərik. Savanna ilə səhra arasında quru kolluqların yerləşməsini götürə bilmərik. Fərqli cəhət deyil. Yüksək təzyiq sahəsi fərqli cəhət deyil. Yəni ortaq cəhətdir bunlar. Vahə yəni Afrika üçün səciyyəvidir. Yəni götürür. Yəni vahəni biz Afrikada öyrənirik, Avstraliyada yox. Heyvan və bitki aləminin növ müxtəlifliyi. Ümumiyyətlə səhralarda istənilən halda heyvan və növ müxtəlifliyi kasıb olur. D oldu bizim cavabımız. 21. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqların yayıldığı ərazi subtropikin aralıq dəniz iqlim tipini 1. Pireneya yarımadası göstərilir. 1-i götürdük. 2-də Tar səhrasını göstərib. Olmaz. 3. Afrikada subekvatorial iqlim. Olmaz. 4. Bu da eyni zamanda Braziliya subekvatorial. Yəni ekvatorial və subekvatorialın kəsişməsidir bura. 5. Bəli, baxın, materiklərin qərbini götürürük. Materiklərin qərbində aralıq dəniz iqlim formalaşdığına görə götürürük. 5-də Cənubi Amerikanın cənubunda subekvatorial codyarpaqlılardır. 6 yenə materikin qərbi Avstraliyada burada codyarpaqlıdır. 7 deyil, yəni soyuqdur orada artıq. O artıq mülayim qurşağı göstərəcək bizə. Yanlışdır. 1, 5, 6, B variantı. 22 musson meşələri. Artıq burada materikin şərqini götürəcəyik. Yəni musson iqliminə uyğun olanları 1, 4, 6 olar. Bizim cavabımız E variantı. 23. Afrika və Cənubi Amerika üçün ümumi olmayan. Ekvator hər ikisini kəsir. Gondvanaya aid olublar. Şimalında tropik səhra sadəcə Afrikaya aiddir. Yəni Cənubi Amerikanın şimalında tropik səhralar yoxdur. Ona görə C-ni götürürük. Cənub-qərb hissəsinin iqliminə soyuq cərəyanlar təsir edir. Bu səbəbdən də səhralar yaranır. Həmin hissə cənub-qərb hissədə. Savanna və seyrək meşə hər ikisində var. Cavab oldu C. 24. Xəritə sxemində rəqəmlərlə verilən ərazilərə aid olan doğru xüsusiyyətlər. Baxaq. 2. A variant. 2 qarışıq meşə. Avstraliyada qarışıq meşə ümumiyyətlə yoxdur. 1. Çöl və 1. Avstraliyanın mərkəzi səhralardır. 4. Codyarpaqlı həmişəyaşıl meşə və kollar. Tamamilə doğrudur. Bu ərazidə subtropik aralıq dəniz iqlimi hakimdir. Bu səbəbdən də codyarpaqlı həmişəyaşıl və kolluqlar yayılmışdır. 5 musson meşələri 5 subekvatorialdır. 3 yarım səhra xeyr, yanlışdır. Səhra və yarım səhralar Avstraliyanın mərkəzi hissəsində olan səhraları əhatə edəcəkdir. 25. Hündürlük qurşağı müşahidə olunmur.
Az əvvəl də var idi, dedik ki, Arktik səhraları. Burada Antarktida verib. Bu doğru variantdır. Antarktidada yəni buz səth artıq buz olduğuna görə qar xətti okean səviyyəsindədir və hündürlük qurşağı müşahidə edilmir. 26-ya baxaq. Şimali Amerikanı Avstraliyadan fərqləndirən cəhət. Sahil xəttlərinin çox parçalanması. Bəli, yəni Şimali Amerika həm də 4-cü dövr buzlaşmasına məruz qaldığına görə burada parçalanma çoxdur. Buzlaq relyef forması bəli çoxdur, Avstraliyaya nisbətən çoxdur. Cavan dağlar, bu da doğrudur. Şimali Amerikada cavan dağ var, Avstraliyada yoxdur. Qədim platformada yerləşməsi deyil. Fərqli cəhət zəngin daş kömür, Avstraliyada var daş kömür, ona görə deyil. 1, 2, 3 A variantı. 27. Şimali Amerika materikini Cənubi Amerikadan fərqləndirən əlamət. 2 doğrudur, yəni 2 yarımkürə. Şimali Amerika 2 yarımkürədir, şimal və qərb. Cənubi Amerika 3 yarımkürədir, şimal, cənub və qərb. Bütövlükdə qədim platforma üzərində yerləşməsi. Bu aid deyil heç birinə, bütövlükdə qədim. Hər ikisində yəni cavan qırışıqlıq da var. 3 okean suları ilə əhatə olunur. Doğrudur. Şimali Amerika əhatə olunur, şimal buzlu, sakit və Atlantik. Cənubi Amerika əhatə olunur, sadəcə sakit və Atlantik 2 okean. Daha yüksək illik temperatur amplitudasına malikdir. Bəli, doğrudur. Yəni nəyə görə? Cənubi Amerikada axı ekvatorial qurşaq var və ekvatorialda illik temperatur amplitudası yüksək olmur. Yəni sabit olduğuna görə aşağı olur. Ona görə bu doğrudur. Daha yüksək illik amplitudası var Şimali Amerikanın. 5. Qərb hissəsi fəal. Bu hər ikisinə aiddir. Məsələn, Şimali Amerikada qərbdə kordilyerlər var. Tavaların sərhədidir. Cənubi Amerikada And dağları, yəni hər ikisinin qərbi fəaldır. 1, 3, 4 B variantı. 28. Atakama və Namib səhralarının əmələ gəlməsinin səbəbləri. Sahildən soyuq cərəyan keçdiyinə görə burada səhralar yaranır. Ada qalxan hava yanlış. Enən havadır burada. Enən hava. Səhralarda. İl boyu temperaturun aşağı olması. Xeyr, səhralarda əksər temperatur yüksəkdir. Daha sonra alçaq atmosfer təzyiqi, yanlışdır, yüksək atmosfer təzyiqidir səhralar. Dağ sistemləri ilə əhatə olunması, heç bir dağ sistemi. Yəni Atakamanın bir tərəfdən Ant dağlarından keçsə də, Namibdə yoxdur bu. Müvafiq olaraq soyuq Peru, Atakamada Peru cərəyanı, Namibdə də Bengal cərəyanı. Hər ikisi soyuq cərəyanı olduğuna görə sahildə quraqlıq yaradır. E variantı. 29. Böyük səhra və Viktoriya səhralarının yaranmasının səbəbi. Baxaq, dağ sistemləri ilə əhatə olunması və kontinentallıq. Məsələn, desək böyük hövzə, bəli, dağ sistemi ilə əhatə olunub. Böyük səhrada, böyük Viktoriyada, yəni bunların relyefinə baxanda dağ sistemləri yoxdur. Qalxan hava kütləsi, səhralarda qalxan yox, enən havadır. Qalxan hava yağış gətirir. C-də yüksək təzyiq qurşağı və enən hərəkət tamamilə doğrudur. Səhralar üçün yüksək təzyiq və havanın enən hərəkəti səciyyəvidir. Hava endiyinə görə, yəni soyuq ağır hava aşağı enir və yağıntı gətirmir. İsti cərəyanların təsiri, xeyr, isti cərəyanlar keçmir. Alçaq təzyiq qurşağı, xeyr, dedik ki, yüksək təzyiq qurşağı olmalıdır. 29-da C. 30. Şimali Afrikaya aid olan xüsusiyyətlər. Səhralar geniş yer tutur, doğrudur. Filiz mənşəli faydalı qazıntılar. Əksinə, Şimali Afrikada çökmələr var. Çökmə mənşəli, Atlasda qeyri-filiz var, fosforit, amma filiz yoxdur Şimali Amerikada. Çökmə mənşəli faydalı qazıntılar tamamilə doğrudur, çökmə. Codyarpaqlı meşə və kolluqlar bəli var. Şimali Afrika Aralıq dənizi sahillərində codyarpaqlı var. İqlimi isti və rütubətli, isti və qurudur. Çay şəbəkəsi sıx deyil, səhralar var orada. Quru iqlimə malikdir, doğrudur. Quru iqlim şəraitinə malikdir. 1, 3, 4, 7, B variantı. 31-ə baxırıq. Afrika materikinin şimal hissəsində səhraların cənuba nisbətən daha geniş saha tutmasının səbəbi, bunun səbəbi ərazinin geniş ərazi, yəni böyüklüyü olacaq. Baxaq. Çay və göl şəbəkəsinin sıxlığı yanlışdır. Yəni, əksinə Şimali Afrikada quraqlıq səbəbi ilə səhralar geniş yayılır və çay və göl şəbəkəsi seyrəkdir.
B. İsti cərəyanların təsiri yağıntıların buxarlanmadan çox olması. Yəni əgər beləki vəziyyət olsaydı, Afrikanın şimalında səhralar yaranmazdı. Yəni bu yanlışdır. Şimalında dağlıq relyefin cənubunda düzənliyin əksinə. Cənubda dağlar var, şimalda daha düzənlidir. D. Ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması. Bəli, böyük olduğuna görə, yəni ümumiyyətlə böyük ərazi olduğuna görə kontinentalığa da təsir edir. Yəni quraq iqlim yaranır. Tektonik quruluş və tektonik quruluşun yəni təbii zonaya bir aidiyyatı yoxdur. D oldu bizim cavabımız. 32. Xəritə sxemdə rəqəmlərə uyğun təbii zonalar. 1. Həmişəyaşıl meşələr. 1. Aralıq, yəni Avstraliyanın cənub-qərbində Aralıq dənizi olacaq. Cod yarpaqda həmişəyaşıl kolluqlar. Az səhv oldu, çıxdıq. 1 savanna, bir də savanna deyil, yenə çıxdıq. 1 də səhra, yenə deyil, çıxdıq. Yəni biri yanlış verib deyə rahat çıxa bilirik. D və Y-də biri doğru yazıb. Cod yarpaqlı, cod yarpaqlı. Doğrudur. 2-yə baxaq. Burada savanna yazıb. E-də səhra yazıb. 2-yə diqqət eləyin. Səhra sadəcə 3-ə gedəcək. Afrikanın mərkəzində səhralar yaranıb. 2 artıq subekvatorial iqlim qurşağında savannaya uyğun gələcək. 2 oldu savanna D variantı, 3 də oldu səhralar. Y variantında savanna və səhranın yerin dəyişiyi verib 3-ə savanna qətiyyən getmir. Ümumiyyətlə Avstraliyanın mərkəzi səhralardır. D oldu cavab. 33. Kordilyer dağlarının mərkəzi hissəsində yarımsəhra landşaftının yaranmasının səbəbi, məsələn, orada böyük hövzə var, hər tərəfdən ərazi dağlarla əhatə olduğuna görə hava kütləsi daxil ola bilmir həmin əraziyə, bu səbəbdən də quraqlıq yaranır, yarımsəhra landşaftı. Burada deyir, mütləq hündürlüyünün çox olması, ərazinin mütləq hündürlüyünün çox olması xeyr, əksinə, yəni yüksək hündürlüklü dağlarla əhatə olunması olmalıdır. B-də isti cərəyan deyil, filiz faydalı qazıntı deyil, hər tərəfdən dağ silsilələri ilə əhatə olunması, bəli, dediyimiz kimi, D-də. Hər tərəfdən yüksək dağlarla əhatə olunduğuna görə hava kütləsi əraziyə daxil ola bilmir. Bu olur onun səbəbi. Şimal buzlu okean təsiri deyil, D variantı bizim cavabımız. 34-də baxaq. Cənubi Amerikada rütubətli ekvatorial meşə zonasına aid olmayan xüsusiyyət. Hündür ot örtüyü zaten aid deyil. Selvasda, yəni rütubətli ekvatorial meşələrdə hündür ot örtüyü deyil. Çox yaruslu hündür ağaclardır. Yəni onları qarışdırmayaq. Hündür ağaclar var, meşə yaranır. Yəni özdə cəngəlliklər də bir-birinə çox yaxındır. Amma yəni hündür ot örtüyünü, yəni savannaya götürə bilərik də rütubətli ekvatorial meşələrə hündür ot örtüyünü götürə bilmərik. Yəni az səhv olduğuna görə bizim cavabımız olurdu. Yəni bizə yanlış istəyir. B-də qırmızı sarı ferralit səciyyəvidir. İl boyu bərabər yağıntı səciyyəvidir. Sıx meşə örtüyü, yəni sıx meşə ilə sıx otu qarışdırmayaq. Sıx meşə örtüyü səciyyəvidir. Fəsillər müşahidə edilmir. A-da hündür ot örtüyü isə selvasa aid deyil. Hündür ağaclar aiddir ona. 35-də. Şimali Amerika üçün səciyyəvidir. Şimalında buzlaq mənşəli relyef formaları üstünlüyü təşkil etməsi. Bu doğrudur. Problem yoxdur, digərlərinə də baxaq. Yəni şimalda 4-cü dövr buzlaşmasında məruz qalıb. Yəni orada buzlaq relyef formaları geniş yayılıb. Şərq hissəsində hündür dağ sistemi yanlışdır. Qərb hissəsində hündür dağ sistemi materikin qərbindədir. Prerilərin enlik istiqamətində tam zulaq əmələ gətirməsi. Ümumiyyətlə Cənubi Amerikada hər şey meridian istiqamətindədir. İqlimi olsun, relyefi olsun, zonaları olsun. Yəni meridianal istiqamətdədir, enlik deyil. Dağların şimaldan gələn hava kütlələrinin qarşısını kəsməsi. Desəydi, qərbdən gələn, Sakit okeandan gələn götürə bilərdik. Amma şimaldan gələn hava kütlələrinin qarşısı kəsilmir. Çünki paralel uzanan dağlar yoxdur. Kordilyer və Appalaç hər ikisi meridianal şəkildə uzanıb. Materikin mərkəzində hava kütləsinin qarşısını kəsəcək dağ yoxdur. Buna görə də şimaldan soyuq hava rahat daxil olur, cənubdan da isti hava rahat daxil olur. Yəni bu ciddi fərqlər də ərazidə, yəni tornadoları yaradır. E-də ekvatorial meşələrin geniş yayılması, Şimali Amerikada ekvatorial meşələr yoxdur. A oldu bizim cavabımız, buzlaq relyef formaları. 36 Cənubi Amerika materikinə aid olmayan təbii zona. Mülayim qurşağı meşəsi aid deyil, çöl və səhra isə var.
Savanna var, çıxdıq. Tayqa yoxdur. Cənubi Amerikada tundrada yoxdur, meşə tundrada yoxdur. Ona görə biz götürürük C variantı. D-də məsələn codyarpaqlı meşə var, çıxırıq. Selvas olmasa da pampa var. Ona görə çıxırıq. C. Tayqa, tundra, meşə, tundra səciyyəvi olacaq. Şimali Amerikanın və Avrasiyanın tayqa mülayimə, tundra isə subarktika. 37. Turan ovalığında səhra və yarım səhraların geniş yayılmasının əsas səbəbi quraq iqlim. Baxaq, çayların bolsulluq, çayın səhra yaranmasına aidiyyəti yoxdur. Rütubətli əmsalının vahidə yaxın, əksinə vahiddən çox uzaq yerləşməsi. Materik daxili mövqe, bəli, materik daxili mövqe ərazinin kontinentallığını artırır. Bu səbəbdən də kontinentə, yəni quraq iqlim yaranır, səhra və yarım səhra yaranır. C doğrudur. Düzənlik relyefin üstünlüyü olmaz. Şimal buzlu okean təsirdə deyil. 38. Avropada buzlaq relyef formalarının yarandığı ərazilər, yayıldığı ərazilər. Şimali Qafqaz, Əndəlüs, Skandinaviya. Əndəlüsü götürməyək. Skandinaviya, kolon əvəz B tamamilə doğrudur. Xəritədə baxsaq, çox şimalda yerləşir. Həm Skandinaviya, Kola, Nova Zemlya şimalda yerləşəcək və qütb ətrafı olduğuna görə buzlaq relyef formaları üstünlüyü təşkil edəcək. Oldu B. Digər ərazilərə baxsaq, məsələn, burada Balkan, Apenin, onlar daha aşağıda yerləşirlər. Buzlaq o qədər də yayılmaz olardı. 39. Avrasiyada rütubətlənmə əmsalının vahiddən böyük olduğu. Meşə tundra və tundrada vahiddən böyükdür. Yazaq qalsın. Çöllərdə vahiddən kiçikdir. Yarım səhra vahiddən kiçikdir. Musson çölləri, ümumiyyətlə çöllərdə vahiddən çox olmur. Ona görə qalır burada A variantı. Ərazisində tundra, meşə tundra, tayqa. Cənubi Amerikada hər üçü var. Yox, üzr istəyirəm, Avrasiyada. Avrasiyada həm tundra var, həm tayqa var, həm də meşə tundra var. Cənubi Amerikada yoxdur deyə götürə bilmədik. Avrasiyada dedik var, Afrikada yoxdur bunlar. Götürmürük. Afrikada yoxdur dedik, C-ni də götürmürük. Dedik, Şimali Amerikada həm tundra var, həm meşə tundra, həm tayqa var. Avrasiyada da var. Yəni, Lavrasiyadan ayrılanlarda var, şimal materiklərində var bu zonalar. Eydə də Cənubi Amerikana çıxırıq. D oldu cavabımız. 41. Tropik səhra və savanna təbii zonaları. Tropik səhra və savannanın üstünlüyü təşkil etdiyi materiklər. Avrasiya və Cənubi Amerika. Olsa da, Avrasiyada savanna var, amma üstün deyil. Və Cənubi Amerikada da tropik səhra var, yenə üstün deyil. Çıxdı. Afrikada həm tropik səhra geniş yayılıb, həm də savanna. Avustraliyada da həm tropik səhra geniş yayılıb, həm savanna. B olacaq bir. Yəni, bu iki zona Afrika və Avustraliyada geniş yayılıb. C-də Şimali Amerikada geniş yayılmaz. Yəni, hər üç C deyili çıxarıq. Qırmızı ferralit torpaqların daha çox yayıldığı, yəni ekvatoriyala aid olanları götürürük. Ekvatoriyal. Məsələn, Venezuela, Braziliyada olar. Ekvatoriyal deyə olar. Bir də Fransa, Misirdə ekvatoriyal yoxdur. Meksika, Kanadada yoxdur. Kongoda olsa da Carda yoxdur. Braziliyada olsa da Rusiyada yoxdur. A variantı həm Venezuela, həm Braziliyada var ekvatoriyal yığılmış. Yəni ekvatoriyal, rütubətli ekvatoriyal meşələr. 43. Qırmızı sarı ferrali torpaqların daha çox yayıldığı yenə də ekvatoriyal. Burada bizdə olacaq 43-də cavabımız İndoneziya, Malaziya. Cənub-Şərqi Asiyada ekvator keçir. İndoneziya, Malaziya ekvatoriyal iqlim qurşağıdır. Rütubətli həmişəyaşıl ekvatoriyal meşələr orada yayılıb. Sudan, İraq deyil, Fransa, ABŞ deyil, Venezuelada olsa da Çində yoxdur, Braziliyada olsa da Argentinada yoxdur. A variantı oldu bizim cavabımız. 44. Tundra qleyli və padzol torpaqların daha geniş sahə tutduğu. Biz burada götürməliyik şimal materiklərini, şimalda yerləşən ölkələrini. Tundra zonasıdır bu, tundra torpaqlar. Padzol da tayqadır.
Əlbəttə ki, Kanada, Rusiya olacaq. 100% Kanada, Rusiya olacaq. Argentina, Brazil, cənub materiklərini çıxırıq. Almaniya, Çin. Yəni bunlar şimali Avrasiyada yerləşsələr də o qədər şimalda deyil. Yəni burada tundra, tayqa yaranmır. Hindistanda əlbəttə ki, yox. Monqolistana da çatmır bunlar. 45. Daha hündür olan Kordilyer dağlarının şimal hissəsində yüksəklik qurşağının az olmasının səbəbi. Buna aid bir neçə sual işlədik. Yüksəklik qurşağının az olması dedik ki, Arktik ərazilərdə, soyuq ərazilərdə buzlaq landşaftı, nival landşaftı deyə bilərik. Səthə yaxın yerləşdiyinə görə, yəni dəniz səviyyəsindən çox aşağıda olduğuna görə, ona görə orada müşahidə edilmir yüksəklik qurşağı. Kordilyer dağlarının şimalı da qütbətrafı ərazi olduğuna görə orada yüksəklik qurşağı az olacaq. A-da deyir ki, radiasiyanın kəmiyyətinin böyük olması. Yanlışdır radiasiya. B-də deyir qütbətrafı enlik. Tamamilə doğrudur. Qütbətrafı enliklərdə yerləşməsi yüksəklik qurşağının az olmasına səbəb olur. 46. Cənub yarımkürəsinin tropik enliklərində, materiklərin qərb sahillərində, deməli Cənub yarımkürəsinin tropik enlikləri, materikin qərb sahillərində, səhraların şərq sahillərində meşə və savanna yaranmasının səbəbi. Həmin materiklərdə, cənub materiklərində materikin qərbindən soyuq cərəyan keçir. Soyuq cərəyanda sahildə quraqlıq yaradır. Şərqindən isə isti cərəyan keçir. Bu da rütubətli, humid şərait yaranır. Buna görə də qərbdə səhra, şərqdə meşə və savanna. Məsələn, Cənubi Amerikada qərbdən soyuq Peru cərəyanı Atakama səhrasını yaradır. Şərqdə Braziliya isti cərəyanı isə rütubətli iqlim yaradır ərazidə. Avstraliyada qərbdə Qərbi Avstraliya cərəyanı soyuqdur, səhra yaradır. Şərqdə Şərqi Avstraliya cərəyanı istidir, rütubətli hava yaradır, iqlim yaradır. Avstraliyada, Afrikada məsələn soyuq Bengel cərəyanı var, səhra yaradır. İsti Mozambik cərəyanı var, rütubətli iqlim yaradır şərqdə. İndi baxaq, ada deyir şərqdə soyuq, qərbdə isti. Bu üç materikdə qərb sahillərində soyuq cərəyan yazırıq. Şərq sahillərində isti cərəyan yazırıq. İndi B-də şərq sahillərində enən. Enən deyil, şərqdə qalxan olacaq, qərbdə enən olacaq. Qərbdə soyuq, şərqdə isti. Dediyimiz kimi. Qərb sahilləri soyuq, şərq sahilləri C variantı doğrudur. Keçdik 47-yə. Mərkəzi Asiyada səhra və yarım səhraların yaranmasının səbəbi. Mərkəzi Asiyada belə ki, okean sahillərindən çox uzaqda yerləşir. Materik daxili mövqe kontinentallığı artırır. Bu da səhra və yarım səhraları yaradır. A-da deyir ki, qərbdən rütubətli hava kütləsinin daxil olmaması və relyefin mürəkkəb olması. Bunu tam biz götürə bilmərik əslində. Qərbdən rütubətli hava kütləsinin daxil olmaması. Söz yəni materik daxili mövqedə olduğuna görə qərbdən hava kütləsi daxil ola bilməyəcək. Relyefin mürəkkəb olmasını götürə bilmərik tam olaraq səhra və yarım səhraya. Davam edək. Şimaldan gələn hava axınlarının dağlar tərəfindən qarşısının alınması və yüksək təzyiq qurşağı. Şimaldan gələn hava kütlələrinin dağlardan gələn bu səhranı yaratmaz. Şimaldan gələn hava kütləsi səhranı yaratmaz. C. Şərqdən gələn musson axınlarının qarşısının alınması və hamar relyefə malik olması deyil. Yəni mən də relyefi götürməyək. Okeanlardan uzaq olması, bayaq nə dedim? Okeanlardan uzaqdır. Materik daxili mövqedir. Bu da kontinentallığı artırır. Cənubdan gələn rütubətli hava axınlarının uca dağlar tərəfindən qarşısının alınması. Cənubdan musson gələcək. Bu mussonlar Himalay dağlarına qədər gəlir. Himalayın cənub yamacında yağış yağdırır. Lakin Himalay çox hündür olduğuna görə oradan şimala keçə bilmir. Bu da o, Mərkəzi Asiyada səhra və yarım səhra
təbii zonasını formalaşdırır. Edə ərazinin cavan dağ sistemlərinə malik. Yəni, cavan dağ sistemləri də zonanın yaranmasına aidiyyatı yoxdur. 48. Avrasiyada qarışıq və enli yarpaqlı meşələr zonasının qərbdən şərqə tam zolaq əmələ gətirməməsinin səbəbi. Antropogen təsir aid deyil. Yayda temperaturun yüksək olması. Xeyr, yəni həmin zonada mülayim olduğuna görə temperaturu götürməyək. Şərqə doğru münbitliyin artması deyil, şərqə doğru rütubətliyin əksinə, yəni qərbdən şərqə getdikcə kontinentallıq artır. Edə deyir ki, şərqə doğru kontinentallığın artması doğrudur. Qərbdən şərqə getdikcə Avrasiya materikində kontinentallıq artır. 49. Avrasiyanın mülayim iqlim qurşağında qərbdən şərqə doğru kontinentallığın artmasının nəticəsi olacaq. 48-də nə deyirdi? Deyir ki, 48-də qarışıq və enli yarpaqlı meşə zonası zolaq əmələ gətirmir. Zolaq əmələ gətirmir nə ilə əvəz olunur? İynə yarpaqlarla əvəz olunur. Bayaq nəyə vurduq? Kontinentallıq. Burada da onu vuracaq əlbəttə ki. Deyir ki, kontinentallığın artması bu səbəbdən də enli yarpaqlı meşə zona əmələ gətirə bilmir. İynə yarpaqlarla əvəz olunur. B variantı. Havanın orta illiyin temperaturun yüksəlməsini götürə bilmərik. Daimi donuşluğun aidiyyatı yoxdur. Orta iyul temperaturun aşağı düşməsi xeyir. Çöl və meşə çölün qarışıq meşə ilə deyil. Enli yarpaqlı, iynə yarpaqlı ilə əvəz olunur. 50. Avropada səhra landşaftının yaranmasına mane olur. Atlantik okeanından gələn rütubətli hava kütlələri. Ada deyir, soyuq cərəyanlar yoxdur. Yayın rütubətli, qışın sərt quraq. Avropada qış sərt quraq keçmir. Dağların meridional istiqamətdə yerləşməsi Avropaya aid deyil. Mülayim dəniz hava kütləsi, bəli, Atlantik okeanına mülayim dəniz hava kütləsi daxil olur. Bu da ərazinin iqlimini mülayimləşdirir. Bu da səhra landşaftı yaratmır. Arktik hava kütlələrinin üstün təsiri deyil. 50-dir. 51. Pampa, preri və çöllərin yayıldığı müvafiq ölkələr. Pampa Cənubi Amerikadır. Biz də Cənubi Amerika ölkələri saxlayırıq. Bir Rusiyanı çıxırıq. Rusiyanı çıxdıq. B-də Çili, Cənubi Amerika, Argentina. Preri, Şimali Amerikanı götürürük artıq burada. Preri, Şimali Amerikanın çölləridir. Avstraliyanı çıxdıq. Kanada qalır. ABŞ-da qalır. Əslində Kanada yox, ABŞ. ABŞ olmalıdır burada. ABŞ qalsın. Çöldəki çöllər İsveçdə deyil, İsveç şimaldadır. Rusiya üçün səciyyəvidir. E variantı doğrudur bizdə. Pampa, Argentina, Preri, ABŞ, çöl, Rusiya. 52. Savanna və iynə yarpaqlı meşə və çölləri müvafiq olaraq müəyyən edək. Deməli, Hindistanda savannalar var, problem yoxdur. İsveçdə iynə yarpaqlı var, problem yoxdur. Qazaxıstanda çöllər var, problem yoxdur. Burada problem olmadı, gəlin baxaq aşağıya. Braziliyada savanna var, Venezuelada iynə yarpaqlı meşə yoxdur qətiyyən. Venezuelanın iynə yarpaqlı meşə var, Şimali Amerika və Avrasiyanın mülayim iqlim qurşağında, tayqalı. C-də ABŞ-da savanna götürmürük. D-də savanna Hindistanda var, iynə yarpaqlı Rusiyada var, Özbəkistanda çölü geniş yayılmış götürə bilmirik. Savannanı da Qazaxıstana götürə bilmirik. A variantı olur bizim cavabımız. 53-ə baxaq. Amazon ovalığında əhalinin seyrək olmasının səbəbləri. Amazon ovalığında il boyu isti və rütubətli ekvatorial iqlim hakimdir. Və yağış, yəni hər gün yağışın yağması, bataqlıqlar yaşayışa mane olur. Bundan əlavə bitki örtüyü, sıx cəngəlliklər, sonra heyvanat aləminin müxtəlifliyi, yəni əhalinin orada çox məskunlaşmasına mane olur. Baxaq. Adə deyir ki, il boyu havaların isti keçməsi, səhraların geniş yer tutması. Bu, Amazon ovalığı üçün səciyyəvi deyil, qətiyyən. Çünki Amazon ovalığında biz səhralardan danışmırıq. Ona görə çıxdı. Keçilməz ekvatorial meşələr, ifrat rütubətlənmə, bataqlıqlar. Tamamilə doğrudur B variantı.
tamamilə doğrudur. Buxarlanmanın buxarlanma qabiliyyətindən çoxluğu əkinə yararlı sahələrin azlığı. Olmaz buxarlanmanın buxarlanma qabiliyyətindən çoxluğu, yəni Amazon ovalığında əhalinin seyrəliyi üçün səciyyəvi əlamət deyil. Meşələrin çox yağışlı olması sənayenin inkişafı deyil, orada heç bir inkişafdan söhbət gedə bilməz. Təbiəti mühafizə etmək məqsədi ilə təsərrüfatın genişləndirilməsinə icazə verilməməsi xeyr. Əslində, yəni insan orada məskunlaşa bilsə, bu icazəyə baxmaz, məskunlaşar. 54. Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən amillər Avstraliyada. Geniş düzənliklər, səhra və yarım səhra, landşaftı zəngin mineral xammal ehtiyatları. Bunlar əslində Avstraliya üçün səciyyəvidir. Burada problem yoxdur. Bax digərlərinə. Geniş ərazi ekvatorial iqlim, Avstraliyada ekvatorial iqlim yoxdur. Çay şəbəkəsinin böyük sıxlığı yoxdur. Avstraliyada çay şəbəkəsinin sıxlığı. İsti okean suları ilə əhatə olunması zəngin neft və qaz. Avstraliyada neft və qaz yox, filiz və faydalı qazıntılar üstünlük təşkil edir. Kristallik bünövrə səthə yaxın yerləşdiyinə görə. Digər materiklərdən uzaqlığı geniş çöl və meşə çöl, Avstraliyada meşə çöl yoxdur. Ona görə A olur bizim doğru cavabımız. 55. Aşağıda verilmiş bitki örtüyü və torpaq tiplərinin yayıldığı əraziyə uyğun gələn iqlim diaqramı. Bitki örtüyündə çox yağışlı deyirsə, Heveya, Seyba, yəni çox yağışlını görən kimi ağlımıza ekvatorial gəlməlidir. Qırmızı sarı ferradit də mütləq ekvatorial üçün səciyyəvidir. Ekvatorialın iqlim qurşağı necədir? İl boyu yağıntı da yüksək, temperatur da yüksək. A variantındakı diaqrama baxın. Hər ay yağışdır, hər ay yağış yağıb. Temperatur da il boyu yüksəkdir. Ona görə bunu biz götürə bilərik. Ekvatorialda mütləq həm temperatur yüksək, il boyu yüksək olmalıdır, gördüyünüz kimi çox da dəyişməməlidir. Yağıntı da hər ay çox olmalıdır. Bu ekvatorialın iqlim diaqramıdır. Ona görə götürürük A variantını. 56. Avstraliyan səhraları. Qızılqum Avrasiyada çıxdıq. Viktoriya Avstraliyada, Gobi Avrasiyada çıxdıq. Böyük qumlu Avstraliya, Rubel Xali Avrasiya çıxdıq. Viktoriya Avstraliya, Böyük qumlu Avstraliya. D variantı doğrudur. Y-də Atakama Cənubi Amerikaya yanlış verib. 58-ə baxaq. Antarktida istisna olmaqla digər materiklərin hamısında rast gəlinən təbii zona. Bax. İynəyarpaqlı meşə hamısında yoxdur. Afrikada yoxdur, Cənubi Amerikada yoxdur, Avstraliyada yoxdur. Yarım səhra hamısında var, Antarktidadan başqa. Tundra, tayqa yoxdur cənub materiklərində. Enli yarpaqlı meşələr də həmçinin yoxdur cənub materiklərində. Savanna hamısında var, Antarktidadan başqa hər bir materikdə var. Səhra və yarım səhrada hər birində var. D variantı doğrudur. 58-ə baxaq. Şimali Amerika materikinə aid olmayan təbii zona, Arktik səhra var. Savanna var, ekvatorial meşə yoxdur. Şimali Amerikada ekvatorial meşə yoxdur, Cənubi Amerikada var. İynəyarpaqlı da var, musson da var. C variantı. 59. Cənubi Amerika və Afrika üçün ümumi olmayan şimal və cənub yarımkürələrində hər ikisinin ekvator kəsdiyinə görə şimal və cənubda yerləşirlər. Ekvator hər iki materiki kəsir. Şimal və cənub tropikləri hər ikisini kəsir. Şimal tropiki Cənubi Amerikanı kəsmir. Cənubi Amerikanın ekvator və cənub tropik kəsir. Ona görə bu ortaq deyil. Atlantik okeanı sahillərində yerləşir hər ikisi. Savanna və seyrək meşədə hər ikisində var. 59 olduğu C. 60. Fjord tipli sahillər daha çox müşahidə edilir. Harda? Skandinaviyada. Relyefi izah etdiyim videoda bu haqda məlumat vermişdim və demişdim ki, yəni bu sual ola bilər ki, fjord tipli sahillər harda yerləşəcək? Orada mütləq Skandinaviyanı götürməliyik. 61. Bütün coğrafi uzunluqlarda yerləşməsinə baxmayaraq, iqlim qurşaqlarının və təbii zonaların ən az müşahidə olunduğu materik və bunun səbəbi bütün coğrafi uzunluqlarda yerləşir Antarktida. Bütün meridianların keçdiyi materik odur. Ona görə biz də seçirik burada nə var? Dedi Antarktidanı. Və nəyə görə təbii zona azdır? Qütbdə yerləşir. Bu həm günəşin düşmə bucağı çox aşağı olur.
Həmçinin orada landşaft qurşaqları yarana bilmir. Antarktida qütb ətrafı enliklərdə yerləşməsi doğru cavabdır. Ümumiyyətlə qütb ətrafında təbii zona çox da formalaşa bilmir. 62. Avstraliya və Cənubi Afrikanın şərq sahillərində səhraların olmamasının səbəbi. Baxaq, bitki və heyvanat aləminin zəngin olması. Bitki və heyvanat aləminin zəngin olması səbəb deyil, nəticə ola bilər. Yəni səhra yoxdur və buna görə bitki heyvanat zəngindir. Belə ola bilər. Amma bitki və heyvanatın zəngin olması səhra yaranmasının səbəbi ola bilməz. Sutkalıq temperatur amplitutasının böyük olması. Böyük olsaydı səhra yaranardı. Amma bizə deyir ki, səhra yoxdur. Nəyə görə onu axtarmalıyıq? Soyuq okean cərəyanı qərb sahilləri üçün səciyyəvidir. Qərb. Şərqdə bizdən şərqi isti, orada isti cərəyan təsir edir. Düz radiasiyanın çoxluğu, düz radiasiyanın səhranın olmamasına bir aidiyyatı yoxdur. Əksinə yaradardı. Relyef və isti okean tamamilə doğrudur. Relyef və isti okean cərəyanlarının təsiri, ümumiyyətlə, yəni şərq sahillərindən isti cərəyanlar keçir. Həmçinin relyef, məsələn, böyük su ayırıcı dağları, deməli, olduğuna görə Avstraliyada hava kütlələri gəlir, böyük su ayırıcı dağlarının şərq yamacına, yəni Sakit okean sahillərinə yağıntı gətirir. Yəni, E variantı olur bizim cavabımız. 63. Afrikanın şimalında, Avstraliyanın mərkəzi və qərb hissələrində geniş yayılmış landşaftlar. Afrikanın şimalında səhradır, Avstraliyanın mərkəzi və qərbində yenə səhradır. D variantı. 64. Torpaqlara aid olan xüsusiyyətləri qruplaşdırın. Strukturlu və struktursuz. Əlverişli su və hava rejimi. Əlverişli deyirsə strukturlu. Humusun miqdarı azdır. Struktursuz. Çöl zonasında qara torpaq ən əlverişli torpaqdır. Ona görə biz onu götürürük strukturluya. Su və havanı pis keçirdir. Struktursuz pis keçirdir. Mexaniki tərkibinə görə qumlu torpaqlar strukturlu torpaqlardır. Münbitliyi azdır, gilli torpaq deyirsə, struksuz torpaqlardır. 1-ə 1, 3, 5, 2, 2, 4, 6, D variantı. 65. İynə yarpaqlı meşələr təbii zonasının yerləşdiyi iqlim qurşağına aid olmayan əlamət. İynə yarpaqlı, yəni tayqa yerləşir mülayimdə. İndi bizə deyir ki, mülayimə aid olmayan. Alçaq təzyiq doğrudur, aiddir. Yəni alçaq təzyiqdə yerləşir. Podzol torpaq doğrudur. Bu doğrudur, götürmürük. Enən hava yanlışdır, qalxan havadır. Mümkün buxarlanmanın yüksək olması, mülayimdə mümkün buxarlanma o qədər də yüksək deyil. Yəni bu aid olmayandır, bunu götürürük. Cavab, il ərzində eyni hava kütləsi, doğrudur, il boyu mülayim hava kütləsi. Qərb küləkləri təsir edir, doğrudur. Küknar, qara şam, qızıl ağacı, bunlar iynə yarpaqlı ağacın növləridir, doğrudur. B variantı oldu, yanlış. Zonal landşaft əmələ gətirən amillər, zonal landşaft xarici, zonal amillər xarici amillərdir. Bir də zonal landşaft əmələ gətirən amillərə baxaq. Qurunt sularının səviyyəsi, bitki örtüyü relyefi yanlışdır. Geoloji quruluşu gördüyü çıxırıq yanlışdır. Torpaq örtüyü sıxın, heç bir təsiri yoxdur, yanlışdır. Yenə geoloji quruluş var, çıxırıq. Yağıntı və temperatur, torpaq və bitki örtüyü tamamilə doğrudur. Ümumiyyətlə, landşaft nə ilə fərqlənir? Torpaq örtüyü ilə, bitki örtüyü ilə və yağıntı və temperatur da həmin landşaftın formalaşmasına böyük təsir göstərir. Sonra 67. Üzvü aşınmanın daha güclü getdiyi. Üzvü aşınma əsasən mülayim enliklərdə daha çox gedir. Canlı orqanizmlərin daha çox yayıldığı ərazilərdə. Məsələn, üzvü aşınma ekvatorial və mülayim qurşağı doğrudur. Yəni ekvatoriala da İnsan olmasa da orada heyvanat aləmi zəngindir. Ona görə biz onu götürə bilərik. Digərlərinə baxaq. Səhranı tamamilə çıxırıq. Üzvü aşınma gördüksə, səhranı götürmürük. Səhranı götürürük fiziki aşınmaya. Ona görə B getdi, C getdi. Yenə Arktik səhra var. O da olmaz. Arktik səhra da olmaz. Onda çıxdıq. Yenə tropik səhranı çıxdıq, qalır yeganə ekvatorial və mülayim qurşağı meşələri, yəni meşə zonasında üzvü aşınma gedir. Şimal və şərq yarımkürələrində yerləşən səhralar. Deməli, Kalahari cənub yarımkürəsi,
Qobi şimal-şərq, Atakama qərb və cənub, Rubəlxali şimal-şərq, Namib cənub, Təkləməkan şimal-şərq 2, 4, 6 A variantı. 69. Cənub tropik xətti boyunca yerləşən səhralar. Cənub tropik xətti boyunca. Böyük səhra şimal tropik xətti keçir buradan. Namib, Rubəlxali, yəni Rubəlxali də şimal tropikə aiddir, çıxdıq. Deməli, Kalahari keçir cənub tropiki, Namibi də kəsir cənub tropiki, Atakamanı da kəsir, Böyük Viktoriya Avstraliyanı da kəsir. C variantı tamamilə doğrudur. D-də Qobi şimal yarımkürəsidir, çıxırıq. Yenə E-də Qobini verib, Tarda, Kiçik Nəfud, bunlar şimala aiddir, çıxdıq. C oldu cavab. 70. Tunduranı səciyyələndirən. Rütubətlənmə əmsalı bəli, ifa rütubətli səciyyəvdir tundura üçün. Avrasiya, Afrika və Avstraliya. Avrasiyada olsa da, Afrika və Avstraliyada yoxdur. Alçaqboylu çollar, mamır, şibiyə doğrudur. Enli yarpaqlı və iynə yarpaqlı meşə. İynə yarpaqlı, xeyr, tayqadır. Bu, enli yarpaqlı və iynə yarpaqlı mülayimə aiddir. Tunduraya aid deyil. Çıxdıq. Subarktik iqlim bəli doğrudur. Tundura subarktikdədir. Rütubətli mülayim dəniz iqlim tipində əmələ gəlib, yanlışdır. Tunduraya yayda mülayim, qışda isə subarktik iqlim hava kütlələri təsir göstərir. 1, 3, 5 C variantı. 71. Deməli, dağ yarım səhraları üçün səciyyəvi olmayan əlamətlər, dağ yarım səhraları. Güclü səth axını və sıx bitki örtüyü. Səciyyəvi deyil, yəni yanlışdır, səciyyəvi olmayan istəyir deyə götürürük. Kəskin parçalanmış arid denudasyon relyef, doğrudur, götürmürük. Məhsuldar torpaq örtüyü və bol rütubət, yanlışdır deyə götürürük. Yarım səhra və quru çöl iqlimi, doğrudur, var orada, götürmürük ona görə. Geniş yayılmış buzlaq relyef formaları. Buzlaq relyefi dağ yarım səhrada buzlağın nə işi var? Düzdür, aid deyil deyə götürürük. Zəif səth axını və güclü, yox, zəif səth axını və seyrək bitki örtüyü. Doğrudur, seyrək, götürmürük ona görə. 1, 3, 5 E variantı. 72. Tayqa üçün səciyyəvi olan boz-boz qonur yanlışdır. Tayqada götürürük paduzol. Tayqada paduzol torpaq. Enli yarpaqlı yox, iynə yarpaqlı. İynə yarpaqlı. Paduzol torpaq tayqada doğrudur. 3. İynə yarpaqlı ağac doğrudur. Cənubi Amerika və Şərqi Asiyada geniş sahə yanlışdır. Cənubi Amerikada tayqanın nə işi var? Qərbi və Şərqi Sibir. Bəli, Sibirdə, Rusiya Sibirdə tayqa geniş ərazi əhatə edir. 3, 4, 6 A variantı. Sonra mülayim iqlim qurşağının çöl zonasında 4000 metrdən yüksək dağlarda ətəkdən zirvəyə doğru arzu olaraq hansı landşaftlar yarana bilər? Deməli, çöldən başlayır 4000 metr yüksək. Yəni bu Nivala qədər gedir. Çöldən başlayırıq. Çünki bizə deyir ki, çöldən başlayır. Yarım səhranı çıxaq, qalaq çöl. B-də deyir ki, çöl, yarım səhra. Heç vaxt yarım səhra və səhra çöldən sonra gəlmir. Əvvəlcə yarım səhra, sonra çöl. Çöl, meşə çöl, subalp, alp, qayalıq, buzlaq. Burada landşaft doğru gəlib, ardıcıl yaxşıdır. E-də çöl, meşə çöl, subalp, alp, enli yarpaqlı. Enli yarpaqlı gərək subalpdan əvvəl gələydi. Sonra subalp, sonra nival buzlaq. E-də yanlış. C oldu bizim cavabımız. 74. Enlik zonallığı və hündürlük qurşağının müvafiq olaraq aydın müşahidə edildiyi regionlar. Baxaq. Şərqi Avropa düzənlikdir. Enlik zonallığı müşahidə olunacaq orada. Hündürlük zonallıqda dağlar, Qafqaz dağları hündür dağ olduğuna görə orada müşahidə olunacaq. B-də And və Karpat dağları, Andda hündürlük qurşağı olar, enlik qurşağı yox. Ona görə biz Andı enliyə götürə bilmərik. Olmaz. C. Qərbi Sibir, Kür-Araz ovalığı. Kür-Araz ovalığında hündürlük qurşağı o qədər də müşahidə edilməz. Axı, yəni bu ovalıqda. Həm də Qərbi Sibirdə şimalda yerləşir.
Lənkəran, Samur dəvəçi ovalıqları. Yenə burada hündürlük qurşağı olmayacaq. Böyük Qafqaz və Tian-Şan, Böyük Qafqazda da enlik yox, hündürlük zonallığı müşahidə olunacaq. Ona görə A variantı doğru oldu. 75. Tayqanın səciyyəvi əlamətləri subekvatorial iqlim qurşağı yanlışdır. Tayqa bayaq da dedim, mülayim. İynəyarpaqlı ağac doğrudur. Mülayim iqlim qurşağı doğrudur. Enli yarpaqlı yox, iynəyarpaqlı. Podzol torpaq doğrudur. Qara torpaq xeyr. 2, 3, 5 B variantı. 76. Subtropik iqlim qurşağı üçün səciyyəvi olan təbii zonalar. Subtropik. Tayqa mülayim. Sonra ikinci gəlir pampa. Pampa çöl zonasına verilir və Cənubi Amerikada subtropikdə çöl formalaşır, doğrudur. Səhra subtropikdə səhra yaranır, doğrudur. Tundra subarktika aiddir, subtropikdə yaranmır. Həmişə yaşıl codyarpaqlı meşə və kollar tamamilə doğrudur, subtropik aralıq dənizi. Selvas da ekvatoriala aiddir. Oldu 2, 3, 5, 76-da B variantı. 77. Aşağıdakı təbii zonalar üçün səciyyəvi olan torpaq tipləri. Savannaya götürürük, qırmızı qonur. 1D. Tundraya, elə tundra qleyli torpaqlar. 2-yə B. Ekvatorial meşələrə qırmızı, sarı ferralit. 3C. Çöllərə qara torpaq. E. 5-ə də tayqaya podzol torpaq A. Deməli 1-ə D, 2-yə B, 3-ə C, 4-ə E, 5-ə də A, Y variantı tamamilə doğrudur. 78. Ərəbistan səhraları ilə eyni enlikdə yerləşən Cənub-Şərqi Asiya və Hindistanda meşələrin və savannaların yaranmasının səbəbi musson küləkləridir. Və bu səbəbdən də tropik iqlim qurşağı musson küləklərinin təsiri nəticəsində tam zolaq əmələ gətirə bilmir. Tar səhrasına qədər gəlir. Tar səhrasında qırılır. Artıq Hindistanda, Cənub-Şərqi Asiyada musson küləkləri özünə məxsus iqlim və təbii zona yaradır. C variantı musson küləklərinin təsiri. 79. Afrika savannalarına aid olan xüsusiyyət. Rütubətli qış, quru yay. Savannada, belə deyək də, savannalarda yay rütubətli keçir. Çünki yayda ekvatorial hava kütləsi hakim olur, yağıntı gətirir. Qışda tropik hava kütləsi hakim olur, quraqlıq gətirir. Ona görə də burada biraz tərsinə verib. Yəni rütubətli yay, quru qış olmalı idi. Heyvanlar aləmi zəngindir, doğrudur. Heyvanların çoxu ağaclarda yaşayır. Ağaclarda yaşamaq ekvatora aiddir. Rütubətli ekvatorial meşələrdə, yəni kəsilməz meşələr və ya bataqlıqların olması, yəni heyvanları o zərrəti yaradır ki, onlar ağaclarda yaşayır, amma savannalarda yox. 4-də zəngin ot örtüyü ilə yanaşı ağac və kolluqlarda rast gəlinir. Bəli, doğrudur. Rütubətli yay, quru qış. Və burada doğru verib. Rütubətli yay, quru qış. İl ərzində yağıntılar bərabər paylanır. Yanlışdır. Savannalarda yay yağıntılı, qış quraq keçdiyinə görə bərabər paylanmır. 2, 4, 5 B variantı. 80. Afrikanın iqlim qurşaqlarına müvafiq gələn təbii zona. Subtropikə codyarpaqlı və həmişə yaşıl çolluqlar, tropikə səhralar, subekvatoriala savanna, ekvatoriala da rütubətli ekvatorial meşə. 1A, 2C, 3D, 4B, D variantı. 81. Antarktida materikinə aid olan xüsusiyyətlər. Havanın temperaturunun çox aşağı olması, bəli. Bütövlükdə alçaq təzyiq sahəsi xeyli yüksək təzyiq sahəsi olmalı idi. Üzvü aləmin kasıb olması doğrudur. Səpələnən radiasiya xeyr, düz radiasiyadır. Yəni, çünki Antarktida buludluq yoxdur. Baxın, radiasiyanın miqdarının az olması da orada səpələnən radiasiya deyil. Sadəcə qütb ətrafı, yəni qütbdə yerləşdiyinə görə ora günəş düşə bilmir. Yəni yerin forması ilə əlaqəli olaraq. Yoxsa Antarktidada buzlaq yoxdur deyə, bulud yoxdur deyə biz orana düz radiasiya götürürük. Buxarlanmanın böyük olması tamamilə yanlışdır. Yəni buxarlanma yoxdur orada günəş olmadığına görə. Əks etdirmə qabiliyyəti böyükdür. Bəli, albedo yüksəkdir.
Qalın buz təbəqəsi doğrudur. Okeanla materik arasında atmosfer təzyiqi fərqinin çox kiçik olması yanlışdır. Əksinə, okeanla materik arasında təzyiq fərqi çox böyükdür və bu səbəbdən də güclü küləklər əsir. Bizim cavabımız nə oldu? 1, 3, 6, 7 B variantı. 82-yə baxaq. Avstraliya və Cənubi Amerikanın şərq sahillərinə xas olan əlamətlər. Dəyişkən rütubətli meşələrin yayılması. Avstraliya və Cənubi Amerikanın şərq sahillərində bəli var. Dəyişkən rütubətli meşələr var. İsti cərəyanların təsiri və əlbəttə ki, şərqə isti cərəyan, qərbə soyuq cərəyan təsir eləyir. Tropik səhralar şərq yox, qərbdə var səhra bu materiklərdə. Şərqdə deyil. Soyuq cərəyanlar materikin şərqi yox, qərbinə təsir göstərir dedik. Çimli podzol qara torpaq. Podzol torpaqlar biz dedik ki, harda mülayimlikdə formalaşır. Bu da Avstraliya və Cənubi Amerikaya aid deyil. Tropik xəttinin kəsdiyi ərazidə rütubətli iqlimin formalaşması. Bax, tropik xəttinin, cənub tropik xəttinin kəsdiyi ərazilərdə rütubətli iqlimin formalaşması sırf isti cərəyanın təsir göstərdiyi ərazilərdə, şərq sahillərində bəli, rütubətli iqlim formalaşır. 1, 2, 6 C variantı. 83. Avstraliya və Antarktida üçün ümumi xüsusiyyətlər. Səpələnən radiasiya, bayaq dedik ki, xeyr, düz radiasiyadır. Bütövlükdə cənub yarımkürəsi doğrudur. Qədim Gondvananın tərkib hissəsi doğrudur. Sahillərindən isti və soyuq cərəyanların keçməsi. Antarktidada isti cərəyan keçmir. Soyuq qərb küləkləri cərəyanı ilə əhatə olunub. 2, 3, bir də nəyi götürək? 2, 3, 5-də deyir ki, əks etdirmə qabiliyyəti yüksəkdir. Avstraliyaya aid deyil bu. Avstraliyada albedo çox olmayacaq. Nə dedik? 2, 3 dedik C variantı. Sonra 84. Avrasiyanın subtropik iqlim qurşağı üçün səciyyəvi olan təbii zonalar. Avstraliya subtropik. Avrasiyanın subtropiki. Səhra və yarım səhra var. Codyarpaqlı var. Musson meşələri də var. Savanna və seyrək meşə. Məncə yoxdur. Sırf subtropikdə yoxdur. Subekvatorialda var. Çıxdıq. Prairie və Pampa. Prairie Şimali Amerikanın çöllərinə deyirlər. Pampa da Cənubi Amerikanın çölləri. Tundra və meşə tundra mülayimdədir. Yox, tundra və meşə tundra subarktikdədir. Tayqa mülayimdədir. Tayqa mülayimdir. Tundra, meşə tundra subarktik. Tayqa mülayim. Qarışıq meşədə mülayim. Nə oldu bizdə? 1, 2, 3 E variantı. 85-ə baxırıq. Selvas meşələrinin təbii resurslarını mənimsəmək üçün həyata keçirilən tədbirlər Selvas meşələri, yəni Amerikanın rütubətli ekvatorial meşələridir. Orada da Transamazon şose yolu çəkilib B variantı. Bu Perunun Lima şəhəri ilə Braziliyanın Resife şəhərlərini birləşdirən şose yoludur. Bu da həmin resursları mənimsəmək üçün nəzərdə tutulub. Ada iri su anbarı. Su anbarı Selvasda, əlbəttə ki, yox. ABŞ-dan keçməklə. ABŞ-da yoxdur Selvas. Yəni ABŞ-ı bura qatmayaq. Maracaibo gölü Karib dənizi ilə birləşdirilmişdir. Xeyr. Lagos Mombasa Afrikadadır. Oldu B. 86. Avrasiyanın mülayim iqlim qurşağında zəif mənimsənilmiş təbii zonaları biz buradan seçməliyik. Bir tayqa zəif mənimsənilib əslində. Götürək. Meşə, çöl və çöl ən çox mənimsəniləndə götürülmür. Səhra və yarım sahra əlbəttə ki, zəif mənimsəniləcək. Qarışıq və enli yarpaqlı meşə çox mənimsənilib. Cod yarpaqlı meşə və çoluqlar da mənimsənilib tamamilə. 1, 3 D variantında var. 87. Ərəbistan, Hindistan, Hind-Çin yarımadalarına aid oxşar cəhətlər. Musson meşələri geniş yayılır. Musson Hindistan və Çinə aid olsa da Ərəbistana aid deyil, çıxdıq. Asiya qitəsində yerləşirlər. Bəli, hər üç Asiyada yerləşir. Səhralar geniş yayılmışdır. Səhralar deməli, xeyr, Ərəbistanda var, amma Hindistan heç nə bir səhra deyə bilmərik. Musson iqlimi, musson küləkləri orada artıq təbii zonanı tamamilə dəyişir. Dəyişkən rütubətli meşələr yaranır. Ərazilərdən tropik xətti keçir. Bəli, hər üçündən keçir. Hind okeanı sahillərində hər üç Hind okeanı sahilləri 2, 4, 5 B variantı. 88. Avrasiyada qərbdən şərqə doğru zonaların dəyişilməsinin səbəbi
Soyuq cərəyanlar və daimi donuş. Soyuq cərəyanlar xeyir. Dağların şimaldan cənuba doğru uzanma. Avrasiyada şimaldan cənuba yox, qərbdən şərqə doğru uzanırlar paralel formada. Bu göstərilən xüsusiyyət Amerika üçün səciyyəvidir. Radiasiyanın azalması deyil. Deməli, okean tipli hava kütlələrinin təsirinin azalması. Bu nə deməkdir? Materik qərbdə, yəni okean sahilindən materikin daxilinə doğru keçdikcə artıq hava kütləsinin təsiri azalır, dəniz hava kütləsinin kontinentallıq yaradır. Və bu kontinentallıq da hava kütlələrinin, daha doğrusu təbii zonaların yaranmasına təsir göstərir, daha fərqli zonalar yaranır. Doğrudur. Relyefə təsir göstərir. Materikin relyefi sıx çay şəbəkəsi. Çay şəbəkəsi xeyr. Aid olmayacaq təbii zonanın yaranmasına sıx çay şəbəkəsi səbəb deyil. 88-də oldu D variantı. Keçək 89-a. Böyük su ayrıcı dağlara aid olan hardadır böyük su ayrıcı? Avstraliyada. Quru iqlim, səhra və yarım səhralar geniş yayılmışdır. Avstraliyada quru iqlim, səhra və yarım səhra olsa da, bu böyük su ayrıcı dağlara aid deyil. Böyük su ayrıcı dağlar Sakit Okean sahilindədir. İsti cərəyan da ora təsir göstərir. Rütubətli hava kütlələri gəlir və ora yağış yağır. Böyük su ayrıcı dağları. Belə subnival xeyir, qar xəttindən aşağıda yerləşdiyinə görə yaranmır. Rütubətli və soyuq iqlim yoxdur ümumiyyətlə Avstraliyada. Şərqində dəyişkən rütubətli meşələr mövcuddur. Bəli, doğrudur. Avstraliyanın şərqində, daha doğrusu yəni böyük su ayrıcı dağlarının şərqində dəyişkən rütubətli meşələr mövcuddur. Çöl və meşə çöllər yoxdur. 90-a baxaq. Carın Venezueladan fərqli İtaliya ilə oxşar cəhətlərini müəyyən edin. Bir, ölkənin ucqar cənubunda subtropik iqlimin yayılması və ölkənin ucqar cənubunda, məsələn, bu Venezueladan fərqli cəhət olacaq. Nəyə görə? Carın cənubunda subtropikdir, Venezuelanın cənubu isə ekvatora düşür. Şimal subekvatorial, cənubu ekvatoriala düşür. Ona görə də biz bunu biri Venezueladan fərqli cəhətə götürürük. Sonra, ərazisində savanna və seyrək meşələrin olması. Savanna və seyrək meşə bu üç ölkədən sadəcə Venezuelada var. Carda savanna və seyrək meşə yoxdur. Ona görə olmadığına görə heç birini götürmürük. Yəni, sırf carın özündə bu olmadığına görə götürmürük. 3. Ərazisindəki iqlim tipində isti quraq yay, mülayim rütubətli qış. Deməli, subtropikdə isti yay, rütubətli qış da subtropik aralıq dənizi. Venezuelada yoxdur, amma İtaliyada bu oxşar cəhətdir. Nəyə görə? İtaliya da subtropik aralıq dənizidir. Car da subtropik aralıq dənizidir. Və bunun əsas xüsusiyyəti odur ki, yay quru keçir, qış rütubətli keçir. Sadəcə ay fərqi var ki, yəni bizdə şimalda yay ayları iyun, iyul, avqustdur, cənubda dekabr, yanvar, fevral. Amma sırf fəsil olaraq bu cümlə doğrudur ki, yay isti və quraq keçir, qış mülayim və rütubətli keçir. Ona görə də 3-ü yazıram 2-yə. 4. Ərazisinin birinci saat qurşağının daxilində yerləşməsi. Deməli, car İtaliyada birinci saat qurşağıdır. Bu İtaliyada carın oxşar xüsusiyyətidir. Ona görə götürürük. 5. Sahillərinin Hind okeanı suları ilə yuyulması. Hind okeanı suları ilə yuyulması artıq bu gedəcək Venezueladan fərqli cəhətə. Sualın qoyuluşu biraz mürəkkəbdir. Yəni ona görə fərqli oxşarı çaşdıra bilərsiniz. Diqqətli olmaq lazımdır. Qırmızı qonur torpaqların üstünlüyü biz bunu götürmürük, çünki carda ümumiyyətlə qırmızı qonur torpaq yoxdur. Buna görə götürmürük. 1-ə 1, 5, 2-yə 3, 4, B variantı. 91. Hündürlüyü 3000 metrdən artıq olmasına baxmayaraq, yüksəklik qurşaqlarının sayı az olan dağların yerləşdiyi təbii zonaları müəyyən edin. Yenə deyirəm, qütb ətrafı ərazidirsə, əlbəttə ki, yüksəklik qurşağı az olacaq. Nə qədər hündür olur, olsun. Çöl, meşə, çöl, codyarpaqlı meşə, mülayim və subtropik enliklərin zonalarıdır. Burada yüksəklik qurşağı aydın müşahidə olunacaq. B-də tropik səhra, çöl varsa birbaşa çıxaq. Çünki çöldə bir problem yoxdur. Rahat müşahidə olunur. C-də savanna deyir. Artıq 3000 metrdən hündür savannada o qədər də az olmayacaq. Yəni müşahidə olunar. Savanna olar,
savanna o düz olduğuna görə 3 çıxdıq. Tundra, meşə tundra, Arktik sahra. Yəni həmin məntiqlə gedirik. Qütbə ən yaxın olanları seçirik. Yəni bu tip suallarda qütbə ən yaxın olanları seçirik. Tundra, meşə tundra, Arktik səhra burada çox müşahidə olunmayacaq. 7 də savanna, çöl, mussa meşələri, bu da yüksəklik qurşağı. Əsasən təbii zonalar müşahidə olunacaq burada. 92. Avstraliya materikinə aid olan əlamətlər. Ən qoyaq materik doğrudur, ən rütubətli deyil, ən kiçik materik doğrudur, daimi əhalisi ən azalan materikdir, doğrudur. Ən çox girintili, çıxıntılı sahil xeyr, o qədər də parçalanmayıb, olmaz. Bitki və heyvanat aləmi kasıbdır, xeyr, yəni özünə məxsus bitki və heyvanat aləmi var. 1, 3, 4, A bəndi. 93-ə baxaq. Avstraliya materikinə aid olmayan əlamətlər. Avstraliyaya aid olmayan. Materikin ən enli yerindən cənub tropik xətti keçir. Bu aiddir. Doğru fikirdir deyə götürmürəm. Üzvü aləmin əksər növləri yalnız bu materikə məxsusdur. Bu da doğrudur. Yəni elə növlər var ki, yəni başqa yerdə yoxdur, sırf Avstraliyada var. Bu da düz olduğuna görə çıxıram. Rütubətli ekvatorial meşələr geniş sahə tutur. Tamamilə yanlış fikirdir. Ona görə götürürəm. Ən az əhali məskunlaşmış materikdir. Doğrudur. Əhalisi azdır. Düzdür deyə götürmürəm. Çayları il boyu bol suludur. Yanlışdır. Yəni orada çayda il boyu bol sululuq yoxdur. Vahələr geniş yayılıb. Yanlışdır. Vahə Afrika üçün səciyyə bilir. 3, 5, 6 Y variantı.